Salam, hər vaxtınız xeyir olsun. Bugün mən 2025-ci il biologiya time testindən ümumi sınaq üçün 12-ci sualının izahını vermək istəyirəm. Sualda deyilir ki, əgər bir meyvənin əmələ gəlməsi zamanı 2 qat mayalanmada iştirak edən haploid hüceyrələrinin sayı diploid hüceyrələrinin sayından 14 ədəd artıq olarsa, bu meyvədəki toxumların sayını tapın. Bir toxumun əmələ gəlməsində 4 hüceyrə iştirak edir. 3'ü haploid xromosom dəstinə malik olur. 2 sperm və 1 yumurta hüceyrə. Biri isə mərkəzi hüceyrədir. Diploid xromosom dəstinə malik olur. Demək, 3-dən əgər bir toxumun əmələ gəlməsində 3 haploid varsa, bir mərkəzi hüceyrə, yəni diploid varsa, 3-dən biri çıxırıq, olur 2. Demək, haploid hüceyrələrin sayı diploid hüceyrələrin sayından 2 ədəd çox olduğu zaman bir toxum əmələ gəlirsə, 14 ədəd çox olduğu zaman x olur. X da bərabərdir 14 bölək 2 bərabərdir 7. Demək 7 toxum əmələ gəlir. Doğru cavabımız olur C variantı.